Salam əziz yüksələn qoçlar. 2026-cı ilin iyul ay şərtinə xoş gəlmisiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn burca görə hazırlanır. Yəni siz yüksələn qoçsunuzsa, tam olaraq doğru yerdəsiniz. 22 iyula qədər diqqət ailə və ev mövzularındadır. Günəş xərçəng burcunda, yəni doğum xəritənizin 4-cü evində olacaq. Bu sahə ailə, ev, əmlak və köklərlə bağlı mövzuları idarə edir. Günəşə Merkuri də qoşulur, lakin Merkuri retro hərəkətindədir. Merkuri retrosu 29 iyunda başlayıb 24 iyula qədər davam edəcək. Bu səbəbdən iyulun ilk hissəsində əsas diqqətiniz ailə münasibətləri, ailə daxilində ünsiyyət, ev, daşınmaz əmlak, köhnə ailə problemlərinin yenidən gündəmə gəlməsi mövzularına yönələcək. Uzun müddətdir təxirə saldığınız ailə məsələləri yenidən qarşınıza çıxa bilər. Ailə daxilində ünsiyyətə diqqət. Merkuri ünsiyyət planetidir və retro dövründə anlaşılmazlıqlar çoxalır. Xüsusilə köhnə mübahisələr yenidən açılarsa, mümkün qədər sakit davranır. Özünüzü izah etmək çətin ola bilər. Qarşı tərəf də sizi düzgün anlamaya bilər. Ən yaxşı mübahisələri uzatmamaq və ciddi söhbətləri 24 ildən sonraya saxlamaqdır. Ailə böyüklərinin sağlamlığı, ailənin yaşlı üzvlərinin sağlamlığına xüsusi diqqət yetirin. Merkuri retrosunda elektron avadanlıqlarda nasazlıqlar yarana bilər. Məsələn, soyuducu, soba, telefon, kompüter və digər məişət texnikası kimi. Əgər mümkündürsə, bu dövrdə yeni elektronika almağa tələsməyin. Alış-verişi 24 ildən sonraya saxlamaq daha məqsədə uyğundur. Bu müddətdə ev almaq, satmaq, köçmək, yeni müqavilələr imzalamaq məsləhət görülmür. Hətta uzun müddətdir planlaşdırdığınız bir proses olsa belə, Merkuri bitənə qədər gözləmək daha faydalıdır. 22 yıldan sonra sevgi və yaradıcılıq dövrü başlayır. 22 yıldan etibarən Günəş Şir bürcünə keçir. Yəni xəritənizin 5-ci evini. Artıq Yupiter də Şir bürcündədir və Günəşlə birlikdə güclü bir Günəş-Yupiter qovuşumu formalaşdıracaq. Bu isə çoxlu uğurlu enerjidir. Sevgi həyatınız canlanır. Bu dövrdə yeni sevgi münasibətləri başlaya bilər. Romantik tanışlıqlar arta bilər. Münasibətdə olanlar isə partnyorlarına daha çox diqqət ayıracaqlar. Sosial həyatınız da xeyli aktivləşəcək. Əgər valideynsinizsə, uşaqlarınızla bağlı xoş xəbərlər ala bilərsiniz. Bəzi insanlar üçün hamiləlik və ya doğum xəbəri gündəmə gələ bilər, yaradıcılıq da güclənir. Əgər rəsm çəkirsinizsə, musiqi ilə məşğulsunuzsa, əl işləri hazırlayırsınızsa, bu dövr istedadlarınızı inkişaf etdirmək üçün çox əlverişlidir. 5-ci ev riskli investisiyalarla da əlaqəlidir. Bu sayədə müəyyən hərəkətlilik yarana bilər. Ancaq Merkuri retrosu tam bitmədən tələsməmək lazımdır. 27 ildən 3 avqusta qədər yeni başlanğıclar üçün ən yaxşı vaxtdır. Merkuri 24 ildə düz hərəkətə keçir. Bu müddətdə yeni biznesə başlamaq, münasibətlərə rəsmi ad vermək, evlilik təklif etmək, özvət sahibi olmaqla bağlı müalicəyə başlamaq, ümumiyyətlə yeni layihələrə start vermək üçün əlverişli enerji yaranır. 29 iyul tarixində Dolça bürcünün 6 dərəcəsində dolunay baş verir. Bu isə sizin xəritənizin 11-ci evini işıqlandıracaq. Bu ev karyeradan əldə olunan gəlirlər, gələcək planlar, məqsədlər, sosial çevrə və dostlar mövzuları ilə bağlıdır. Ayın sonunda iş həyatınızda mühüm dəyişiklik və ya sevindirici hadisə baş verə bilər. Uzun müddətdir planlaşdırdığınız məqsədlərə doğru irəliləmək üçün uyğun imkanlar yarana bilər. Bu dövrdə dostlar və görüşlər arta bilər, yeni tanışlıqlar yarana bilər. Bu ayın ən çətin tərəfi Merkuri retrosudur. Buna görə ailə mübahisələrinə qarışmayın. Vacib müqavilələri təxirə salın. Ev alqı-satqısı etməyin, keçməyin, böyük elektronika alışını sonraya saxlayın. Ayın ikinci yarısı isə sizin üçün daha uğurludur. Yupiterin Şir bürcündə bir illik hərəkəti sizə sevgi, uşaqlar, yaradıcılıq və şəxsi xoşbəxtlik mövzularında yeni imkanlar gətirir. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənə